Müəllimə, Bəli. Z artiklı ilə EN artiklının arasındakı fərq nədir? Okay. Artiklı işlənir samitlə başlayan sözlərin əvvəlində. For example, a book. An article işlənir site ilə başlayan sözlərin əvvəlində. For example, an apple. Lakin bir məqama diqqətlə fikir vermək lazımdır. Bu sözü necə tələffüz edərsən? Unit. Y ilə tələffüz olduğuna görə artiklı qoyulur. Bəs bu sözü? Burada mənə görə əsasən artikl qoyulur. Çünki təklədir və sayılan isimdir. Amma artikl və yaxud da ən olması sifətin başlıq hərfindən asılıdır. Necə tələffüz edərsən? Honest. Honest. Ona görə də ən artiklından istifadə olunur. Gələk D artiklına. For example, I bought a new book. Yeni kitab aldım. Əgər yenidən həmin kitab haqqında məlumat verirsə, artıq D artiklı istifadə olunur. The book is interesting. Çünki burada yeni kitab aldım. Bilinmir hansı kitabdır. Amma ikinci tərəfdə həmin kitab maraqlıdır deyəndə D artiklına istifadə olunur. Çünki birinci tərəfdə həmin kitab haqqında məlumat vermişik. That's all.